aylar önce bir haber aldık. Aman Allah'ım. Ben sonsuz yollara verdim kalbimi, kaleyim ümmanda tenha bir gemi. Çok yakın bildiğim ne uzak imiş. Xoşbəxtlik üfüqdə bir ilğim kimi. Bu mənim bir ömrü yollarda yoran, ürəyi qürbətdə vətənlə Sizi, benim değerli tamaşaçılarım. Ay Allah! səni axtarıram, özümü tapım, səni axtarıram, məni axtaram. Kurban olaram size. Geçin, geçin, geçin. Heyecanlıyam. Heyecanlıyam ağa kişi benim. Ben herkesle görüşeceğim. Herkesle öpüşeceğim. Herkesle görüşüp öpüşeceğim. Vallahi elə bil ki ilk defa. Ağa kişi benim niye belədir? Elə bil ki ilk defa ben efirə çıxıram. Çok heyecanlıyam. Her biriniz için çok darıxmışam. Önce bizim ağsaqqalımız. Hoş gördük her birinizi. Hoş gördük her birinizi. Yaxşı istirahət etmişsiniz. Kəmalə xanım da günü gündən əriyir. Mən bilmirəm hara gedəcəkdir o. Narınc xanım, xoş gəlmisiniz. Benim değerli tamaşaçılarım. Ay 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 ay. Ay ne yaxşı ki varsınız hayatımda. Ne yaxşı ki sizler varsınız. Ne yaxşı ki bak bugün yine sizinle görüştüm. İşləyirsən her şey əladır. Teşekkür. Qətibə xanımı buradan salamlayıram. Qocalar evinin. Hə hə. Ay əlaqə saxlayın. Qətibə xanımı da bağlayın öpürəm. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. İşləyirsən. Biləm Şəfiqə xanım işe düzəldi artıq. İşte düzəlib qalıb o birisi məsələsidir. İstəmir də. Hamısı razıdır məndən. Tək. Hoş geldiniz. Tək ya. Hoş geldiniz. Hoş geldiniz. Oy makyaj gitti. Hoş geldiniz. Mənə kömək eləyin Fərhad. Mənə kömək eləyin. Hoş geldiniz. Herkesi çok böyle bilirsiniz necə. Həqiqətən bütün yay boyu sizin için darıxdım. Hoş geldin ata. Hoş geldiniz. Hoş geldiniz canlarım. Her birinizi öpürəm. Yani bugün mən əslində herkes bilir. Hamınızı öpürəm. Siz tərəfə gələ bilmirəmsə, bilin ki, gələ bilmirəm. Deməli, herkes bilir ki... Can, şeker bura. Bunu mən Kəmalə xanıma verəcəm. Yesin kökəsi, mən onu qısqanıram, paxıllığını çəkirəm. Çünki o günü gündən əriyir. Allah yiyeceğim kökelmeyeceğim ama yiyeceğim. Hoş gəlmisiniz. Hər birinizi salamlayıram. Hər birinizi salamlayıram. Bu şəkər buranı bəlkə elə açım deyirəm ki, burada hamınıza belə bir şəkər bura verim. Hoş gəlmisən mənim gözəl anam. Ay. Yaxşı eləyib mən deyib gəlmisən. Bəlkə mi deyib gələcəksən ki? Siz tərəfə də gələcəm. Yaxınlaşacağım. Tort, çiçək, sədaqət. Sədaqətin qızı 1988-ci ildə Ermənistana aparılır. Atasının icazəsi ilə buradadır. Sədaqət, sənə xəbər. Sizi mən çağırmışam.
Fərhad mənə kömək elə. Mən adətən bu efirdə yemək falan istəyən biri deyiləm. Bu nədirsə bugün mənə ancaq yemək, tort, nə belə şeylər gətirirlər. Şirniyyat, çox sağ olsunlar. Ay Allah, Fərhad sən tez-tez gələcəksən. Ay Fərhad bura, paxlavalar. Ay Allahım, ay Allahım. Gəl bura qızım. Payla bizim tamaşaçılarımıza. Xoşbəxtlik Çox təşəkkür edirəm canım. Bir də mənə kömək elə, amma mən Gəl Fərhad, bugün şəkər bura çoxdur. paxlava bunu 100% Kəmalə xanıma verim. Mən o arıqlayır, biz arıqlaya bilmirik. Onu verin uşağa, paylasın. Hər birinizi salamlayıram bir daha. Adətən əslində mən bugün istəmirdim ki belə dəbdəbəli belə bir açılış bilirsiniz. 2010-cu ildə ilk dəfə televiziyada bütün təqvimdəki günlər Beynəlxalq Uşaq Günündən tutmuş digər günlərə qədər hamısını ilk dəfə Azərbaycan televiziyasında bəndəniz xoş gedəm Hidayət qızı. Sən tək deyilsən də və sən axtarıram dedi. Sezonun açılışı, sezonun bağlanışı bunu da ilk dəfə hər zaman xoş gedəm Hidayət qızı edib. Amma bu dəfə dedim ki, tam fərqli bir açılış edəcəm. Nə burada çiçəklər, nə güllər, amma yenə də tamaşaçılar gətiribdi. Çox sağ olsunlar, minnətdaram. Dedim ki, birbaşa verilişə keçəcəm. Birbaşa veriliş. Onsuz da sizlər hamınız sevinirsiniz ki, sezon açılıbdır, mövsüm açılıbdır. Bizlər sizinləyik və bu bir sosial proyektdir. Bu sosial proyektdə dərdli insanlardır. Dərdlərini götürürlər, gəlirlər, bizdən kömək istəyirlər. Ona görə mən belə qərara gəldim ki, biraz bu bəzi dəyişikliklər olsun proqramlarda da. Hər kəs öz konsepsiyasına uyğun günləri, məsələn, qeyd edərkən, yəni ona görə mən xüsusi bir açılış istəmədim. Mənim mövsüm açılışım bu şəkildə olur. Tamaşaçıların alqışı ilə çiçəklər üçün də təşəkkür edirəm. Minnətdaram sizə. Və bugün tamaşaçılar deyir ki, indi fikirləşir ki, bizə danış və səni axtarıram. Bu il yanvardan əslində istəyirdim ki, iki verilişin ikisi bir arada olsun. Niyə? Çünki bilirsiniz ki, İki verilişi birinci mənim üçün yetişdirmək, xarici səfərlərə getmək, çəkilişləri, sən axtaramın çəkilişləri, sən axtaram ağır bir proyektdir, layihədir. O çəkilişləri yalnız mənim 6-cı günüm qalırdı. 6-cı gün isə mən yalnız sən axtaramın çəkilişləri ilə yenə məşğul idim. Bazar günü canlı efir. Ona görə rəhbərliyə çox dərin təşəkkürümü bildirirəm ki, rəhbərliyimiz mənim xahişimi nəzərə alaraq bizə danış və sən axtarıramın ikisini bir arada etdi. 5 gün sizinlə olacaq sən axtarıram, amma təkcə axtarışlar deyil. 2010-cu il, 11-ci, 12, 13-cü ilə qədər sən axtarıram necə idi? Yardımlar edirdik, sosial problemləriniz, mülki məsələlər, boşanma, aliment, axtarış. Yəni sən axtarıram 2013-cü ilə qədər hansı belə deyək, yolu gedirdisə, elə olacaqdı. Ona görə bütün sosial problemlərinizlə bağlı. WhatsApp nömrəmizi görürsünüz. Yəqin ki, mən buradan görürəm artıq. Mən buradan görürəm. WhatsApp nömrəmizi görürsünüz. Sosial şəbəkələrdə bizim hesablarımız var. Eyni zamanda mail adresimiz var. Gəlin, müraciət edin. Elə bax, bugün bu dəqiqə müraciət edirəm. Göz xəstəliklərindən əziyyət çəkənlər. Studiyada da bugün varsa elə bax bu dəqiqə yola salacaq onu deməli Cahid doktorun yanına. Göz xəstəliklərindən əziyyət çəkənlər varsa, bir də psixoloji problemləri olanlar bizə elə sabahlar, elə bax bu dəqiqə müraciət edib qeydiyyatdan keçib sabahları da burada olsunlar. Yəni bütün problemlərinizi biz burada həll etməyə çalışacağıq, gözəl olacaqdır. Əmin olun, sən axtaramın güclü komandası bizə danışda yenə güclü, hamısı birləşəcəkdilər. Çox möhtəşəm bir deməli, sən axtarıram. Çox möhtəşəm olacaq, güclü olacaq və qeyd edim ki, bütün yayı biz yatmadıq, çalışdıq əziz tamaşaçılar. Dünən mən bilirsiniz ki, dişimlə bağlı bəzi problemlər yaşamışam, amma buna baxmayaraq dünən gələn bir zənglə Masallıya getməyin belə bunun sübutudur ki, harda sən axtarama ehtiyac varsa, gecə və ya gündüz bütün həftəm sizə qurban olsun. Anonsumuzu izləyək.
Aylar önce bir haber aldı. Aman Allah'ım. Dəhşətli bir hadisədir, tamaşaçılar. Biraz sonra bunu izləyəcəksiniz burada. Amma nəvələri öz kürəkəni tərəfindən Kaliningradda alınaraq bir erməni ailəsinə verilibdir. O ana Moskvadan bizi deyib gəlibdir. Sahibə xanım, buyurun studiyaya. Anonsumuzu izləyək. Hansı ata öz övladlarını erməniyə verdi? Erməni yəni bu işin içində. 3 uşağın taleyi necə olacaq? Şok. Dəhşətli talihləri izləyəcəksiniz əziz tamaşaçılar bugün və qeyd edeyim ki, qonaqları təqdim etmədən başqa əvvəl bir daha Xəzər televiziyasının bütün əməkdaşlarına yeni mövsümdə uğurlar diləyirəm. Bizimlə çalışan böyük bir komandadır. Üzdə görünən mənəm, amma arxada böyük bir komanda çalışır. Redaktorlar heyəti, prodüserlər heyəti, müxbirlər heyəti, araşdırma qrupu və mənim montajçılarım, o cümlədən qulağımda Şahin, Şahin, Şahin. Hamısını buradan salamlayıram, uğurlar arzulayıram. Operatorlarımız, texniki heyət, rejissorumuz, yeni bir rejissorla işə başlamışıq. Şövqü bəy, sizə uğurlar arzulayıram. Ümid edirəm ki, çox gözəl bir deməli komanda ilə işə başladıq. Bu komanda çox böyük uğurları əldə edəcəkdir. Mühafizə xidməti, sizin əziyyətinizi çəkən, ümumiyyətlə bütün sürücülərimiz, yəni ola bilər adlarını deyə bilmədim. Hər birimizə yeni mövsümdə uğurlar diləyirəm. Rəbbim sizləri qorusun, yolunuzu açıq etsin və qonaqlarımızın təqdimatı ilə başlayaq. Bugün yəni bir məlumatı da verim ki, qonaqlar da bura ancaq həqiqətən də haqqı olan söz deməyə, olduğu təşkilatlar, olduğu yerlərdə insanlara yardım edə bilən və bu proyektə uyğun. Mən biraz öncə dedim ki, mən o qədər mövsüm açılışları, mövsüm bağlanışları, nə bilim, təqvimdəki o günlərdə bir də baxdım ki, artıq yəni mətbəx verilişində də belə şeylər olur. Ona görə mən bu mövsümü belə başlamışam ki, yəni bir dəyişikliklər olsun, rəngarənglik olsun televiziyalarda, rəngarənglik olsun proqramlarda. Ona görə mən bir qərarı da verdim. 2010-cu ildə sən axtarıram necə başlamışdı 13-ə qədər. Ancaq və ancaq o insanlar ki, konkret mütəxəssisdirlər, onlar burada olacaqdılar. Yəni, çalışacaq ki, elə mütəxəssislər, o cümlədən bizim kifayət qədər tanınan elm xadimləri, tanınan insanlar, hansı ki, söz deməyə haqqı var, elə deyil mi, Ağa Kişi müəllim? Ona görə də qonaqlarımız da belə olacaq. Və elə başlayaq Kəmalə xanımdan. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkilimiz Şəfiqə Nağıyeva. Xoşqədəm kimi başı bəlalı. Ay Şəfiqə xanım, bir də görürəm kimsə yazır. Vəkillər Kollegiyasından çıxarıldı mı? Yetər də, yetər də. Hələ bu yayı Xoşqədəm xanım iyunda yazıblar. Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyevanın fəaliyyəti dayandırıldı. Yalan. Araşdırıldı, yalandı. Sonra avqustda yazdılar. Vəkillər Kollegiyasının siz elə şeylərə fikir verməyin. Niyə fikir verməyin Şəfiqə xanım? Siz mən elan edirəm axı bu televiziyadır. Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkilimiz Şəfiqə Nağıyeva. Ən gözəl cavabdır. Daha heç nə danışma. Ən gözəl cavabdır. Xalq artisti, profesor Ağa Kişi Kazımov. Narınc Psixologiya Mərkəzinin rəhbəri, kliniki psixoloq Narınc Rüstəmova. Xoş gəldiniz. Keçək dərhal istəyirəm ki, mən keçəm. Mən sizə söz verəcəm, sahibə xanım. İstəyirəm ki, mən təkrar qayda o məsələyə anonsumuzu izləyək, Şahin, anonsumuzu izləyək. Pərvanə olayı yaşanacaqdı bugün burada. Aylar önce bir haber aldı. Aman Allah'ım.
Yəni Pərvanənin görüntüləri varmı bizdə Şahin? Varsa izləyək onu, yoxsa davam edim. Deməli, mən həqiqətən o oğlanı toyuq hinində zəncirlənmiş şəkildə görərkən Pərvanəyə şükür etdim. Sadəcə onu deyirəm. Pərvanəyə şükür etdim əziz tamaşaçılar. Bu bir dəhşət idi. Bu bir həqiqətən də insanlığa sığmayan bir hadisə idi. Yəni mən düşünürəm ki, bir il boyunca hər gün Pərvanə ilə bağlı o görüntülər efirdə getdi. Burada əyləşən qonaqlar ictimaiyyət qınadı. Mən də qınanıldım, düzdür. Mən bilmirəm niyə qınanıldım da özüm də heç bilmirəm. Kəmalə xanım, məni niyə qınadılar? Mən 8 il... Həqiqətin üstünü açmışdınız axı. Yəqin ki, kimlər üçünsə bu maraqlı deyil. Bax, elə bax, belə ailələr üçün maraqlı deyil. Yəqin onların çevrələri də sizi qınayacaq. Amma bir şey var ki, bu hadisədən sonra mən də düşündüm ki, insanlar bir qədər maariflənərlər. Heç olmasa... Qorxu olar ki, yox, mən bunu eləməyim, məni də hansısa cəza gözləyəcək. İndi mən istəyirəm ki, o məni qınayanlar var ha. O qınayanlara deyirəm ki, oturun daha yaxına. Yaxşı, bir il Pərvanədən sonra Xoşgədəm getmədi bu işin arxasınca. Araşdırardınız, tapardınız. Ay, məni qınayanlar. İlk süjetimizi izləyək. İzləyək, bizim süjetimiz vardı. Şahin hazır mı, yoxsa? Aylar öncə bir xəbər aldıq. Məlum oldu ki, bizə yazılan o məktubda deyilənlər hər biri doğrudur. İbadət adlı bir şəxs var. Toyuq hinində saxlanılır. Ana onu 20 ildir ayaqlarını zəncirləyərək saxlayır. Xoş gördük. Oğlunuz var dedilər, bizə məlumat veribdilər. Hə, nə olub şimdi? Xəstə də dedilər. Gəl görüm necədir vəziyyət. Gəl. Gətirin bura bax. Ha, burada qoy gətirsin də, yox, qoy gətirsin bura. Sən otur orada, bacım. Mən bir baxım da. Baxma, burada gör, uşaq daldadır, indi baxacaqsan da. Əşi, dur burada gətirirəm uşağı bura, bax da uşağı. Bağlamışam, onu gedir də, başa düşmürsən, mən deyənə. Harına bağlamışsın, gəl göstərin oraya. Gəl, gedək də, gəl. Nəyinə baxıram, da. Mən bax. Orada bağlamısan da. Aman Allah'ım, aman Allah'ım. Son necə zincirdə saxlamısan sən? O gəzir eləyir, gəzir eləyir. Sax, indi sən zincirə vurmuşsun, onun ayaqlarındakı zincirə bax. Hə, yana, hə, yeri keç ora, gətirirəm ora, baxırsan orada. 20 ildir zəncirləyib saxlamısan. Özü Ben də neynəməm? anayam deyirsən. Mənim deyəcək sözüm yox. Mən istəyirəm ki, öncə Kəmalə xanım, öncə görsünüz necə əsəbləşirsiniz. Mən Pərvanə olayından daha çox əsəb keçirtdim orada. İndi niyə mən dedim qınayanlar? Oturun, rahat baxın. Xoşgədəm getmirdi ora. Gedərdiniz, tapardınız, çıxarardınız. Reklamlara ayrılıq, reklamdan sonra davam edəcək. Hansı rayonda bu olay baş verdi və o oğlanı xilas etmək, o zəncirlərdən xilas etmək mümkün oldu mu? Reklamlar. Aylar öncə bir xəbər aldıq. Aman Allah'ım. Hansı ata öz övladlarını erməniyə verdi? Erməni yəni bu işin içində. 3 uşağın taleyi necə olacaq? Tez apart Alfaniko. Şok.
Qayıdıram biraz öncə, gəlsin ikili ekranlarda olsun. Pərvanə olayından da dəhşətli olay. Dünən oradaydıq, əziz tamaşaçılar, dəhşətli anlar yaşandı. Yəni, mənim deyəcək sözüm yoxdur artıq. Deyəcək sözüm yoxdur. Biraz öncə dedim, bu qədər olanlardan sonra il boyu Pərvanənin görüntülərini tamaşaçılar bu və ya digər formada burada izlədilər. Bütün bunlardan sonra necə ola bilir ki, sənin yaxınlığında belə bir hadisə olsun, amma göz yumasın? Məsələ oradadır ki, Xoşqədəm xanım, yenə siz dediniz, biz də onu deməli vurğulayırıq ki, ictimaiyyət, qohumlar, yaxınlar, axı onlar da bilirlər ki, bu qadın öz evladını orada saxlayır. Niyə heç biri məlumat verməyiblər? Bir ikincisi də ki, ana yox, ona ana adı vermək olmaz. Bəli, məncə o də. analıqdan tamam kənar bir insandır. Əgər deyir ki, oğlum xəstədir, köməksiz vəziyyətdə xəstədir, xəstəni o vəziyyətdə saxlamaq olar. Xəstə kirin içində, antisanitariyada, onun şalvarına bax, onun ayağının zəncirlənməsinə bax. Heç nə demirəm, o ananı salaq ora, bir 3 gün ayağını zəncirləyək görək, ana yox, ana yox, o insanı. Salaq ayağını zəncirləyək görək, dözər orada. Şəfqə xanım, o oğlana mən yemək verərkən o görüntülər ki var, yəqin ki, tamaşaçılar o görüntülər, mən hətta deyirəm ki, yəni ürəyi zəif olanlar o görüntülərə baxmasın. Buyurun, Kəmalə xanım. Bilirsiniz, Şəfqə xanım düz deyir. Yəni, həqiqətən də ətrafda da insanlar var idi. Amma mən bir şey vurğulamaq istəyirəm. Bu qadın övladına görə tez gedib ayba-ay müavinətini ala bilir. Onun kartından istifadə edə bilir. Amma o kart hər il təzələndiyi halda niyə o qurumlar maraqlanmayıblar? Niyə qurumlar maraqlanmayıblar ki, sosial xidmətlərimiz var da, biz artıq bunu deməliyik, Xoşqədəm xanım. Niyə maraqlanmayıblar? Məncə hələlik kart söhbətinə toxunmayaq. Bəlkə də kartı da yoxdur. Bu oğlan sağlam bir oğlan olub, hərbi xidmətə gedib. Xəstə bir insan hərbi xidmətə gedə bilər. Ana ona çoxdandan kart düzəldib. Yox, Xoşqədəm xanım, hərbi xidmətə gedibsə, deməli sağlam olubsa bu vəziyyətə niyə düşməlidir? Bu vəziyyəti anası deyir, evdən gedirdi, ona görə də bağlayırdım. Ana yalan danışır. Hara gedirdi? Evdən qaçırdı, gedirdi. Bəli. Bəlkə gedir, necə evdən qaçırdı, gedirsə, onda deməli bunun ağlı üstündə olmayıb da. Ağlı üstündə olmayan insana əsgər aparmazlar axı. Qulluq eləyə bilməz axı o. O qulluq eləyibsə, deməli onun elə problemi yoxdur. Mən də əskərliyə oğul göndərmişəm, bilirəm. Mən də əskərliyə oğul göndərmişəm, bilirəm ki, komissiyadan keçdi, xırdalıqlarına qədər yoxlanıldı. Yəni, mənim oğlum əskər olduğuna görə əskər gedib, əskərliyə getdiyi üçün mən bunları bildiyim üçün deyirəm ki, bu mümkün deyildi. Bəlkə anası ilə yaşamaq istəməyibdi. Bəlkə ona görə... Bəli, ailədə münaqişələrdən ola bilsin, insanın psixi problemləri yaranıb. Bu ola bilər. Amma baxın, bunun qonşular var, qohumlar var. Onlar həqiqəti yəqin ki, onlar da yaxşı bilir. Sadəcə mənim sözün deyir, bitdiyi yerdir. Bu hamı bilir. Doğmadır o. Doğma anası. Mən inanmıram doğma ana. Və nə qədər qəddarcasına biridir. O necə danışırdı? Necə yəni? Hələ siz o danışıqları sonra eşidəcəksiniz. Mən sadəcə anonsu verdik biz. Əsas xətti verdik ki, xətt nədən ibarətdir? Siz onun danışıqların mənə cavablarını görəcəksiniz. Ondan sonra tamaşaçı, amma tamaşaçıdan daha çox qınayan insanlar. Xoşqədəm niyə ağladı? Xoşqədəm onu niyə göstərdi? Yaxşı, mən hələ göstərirəm bu qədər bu taleləri. Onların sayını azaltmaq üçün neynədir? Göstərmək lazımdır. Neynədir? Xoşqədəm xanım Azərbaycan vətəndaşıdır. O da Azərbaycan vətəndaşıdır. Laqeyd qalmalıyıq. Canı yanır ki, onu verir də. Susmalıyıq mı? Niyə susmalıyıq? Elə bilirsiniz, təhsisi qınayırlar. Dəfələrlə olub ki, bu efirdən sonra məni nə qədər qınaq obyektinə tutublar ki, siz uşaqların taleyi ilə oynayırsınız. Hansı taleyi ilə? Valideynin biganəliyi ucbatından bərbad duruma düşmüş bir uşağın taleyi ilə bəs kim məşğul olsun? Taleyi ilə oynayırlar. Bu da həmin variantdır da. Şədə qalıb, atılıb, valideyn himayəsindən, yəni valideyn mən deməyim, yəni ata, ana da deməyim. Dünyaya gətirən insanlar tərəfindən küçəyə atıldısa, onu qəbul edirsə və verilməyəcək o anaya deyirsə ki, bu qanunlarda öz əksini tapmalıdır, artıq sərtləşdirilməlidir. Qanunlar sərtləşdirilməlidir.
kimsə hansısa bir uşaq təşkilatı, istər Kəmalə xanım olsun, istər bir başqası sahib çıxırsa, pisdirmi? Gəlin öldürək onu. Öldürək, heç yaxın da durmasın, o uşaq da qalsın küçədə. Gələcəyin cinayətkarı yetişsin. Xoş qadın. Bu ailə, bu həyət, burada yaşayan adamlar, bunun qohumları, bunun əzizləri, bu oğlanın başına gətirilən işlər üçün hamısı cinayətkardır. Hamısı. Bəli. Cəmiyyətdir. Hamı bilə-bilə ki, Sovet devri keçdi, kapitalizm devri gəlir. Hamı bilə-bilə ki, bu gözəl arvad. İstədiyini eləyir, bağlayır, istəyəndə çörək verir, istəyəndə vermir, istəyəndə büt basır. Əşyasıdır, alətidir. Vəssalam. O xəstəni, yəni bu hansı devirdir? Niyə bu təkcə bunu saxlayıb orada? Bax, bunun səbəbini tapmaq lazımdır. Bu neyniyib ki, bunu salıblar toyuq ininə, saxlayıblar və o vaxta qədər ki, heç kəs bilmir. Ya bu adamlar ki, ətrafda var, qohum əqrəbə, hamısı bilirlər ki, bu oğlan cinayətkardır, bu oğlan xatakardır, bu oğlandan xata çıxa bilər. Ağa kişi, özünüz dediniz, dövlət müəssisələri var. Kimsəni məcbur etmirlər ki, onu saxlasın. Maraq var axı, alət olaraq o çox maraqlı bir predmetdir. Vəssalam. İnanırsınız ki, başdan ayağa kinodur. Siz hələ ikinci hissəni izləyəcəksiniz. Onun üçün mən hər dəfə deyirəm, bunu hər dəfə də vurğulayacağım. Qınayanlar var idi. Palaz müsahibə verirsiniz mənim əleyhimə. İndi yenə verərsiniz mənim əleyhimə palaz müsahibəni. Amma göstərəcəyik onu. Xoşqədəm xanım, mən hesab edirəm ki, ana ona elə eləyir. Heç kim yox, ana eləyir. Ana eləyib, ikinci dərəcəli qohum əqraba da bunu bilərək susub. Demək, onlar da elə onun qədər olmasa da, amma günahkardılar. Günahkardılar və məncə də əgər bir ana öz övladını ora qapadacaq dərəcədə yay, qış, yaz, bütün fəsillərdə, zəncirdə, o soyuq, indi görüntülər yoxdur, birazdan olacaqdır. Yəni, deməli, pəncərələr, qırıq pəncərələr arxasında, yayı, qışı, yazı, o soyuq havalarda, isti havalarda bir ana əgər öz övladını orada saxlayırsa, mənim dəyərli tamaşaçılarım, deməli, onun psixoloji problemi var. Sağlam ana bunu eləyə bilməz. 9 ay bətnində saxlayan qadın, nə qədər pis övladımız da olsa, gəlin etiraf edək. Kimin övladı 5də 5, belə deyək, mükəmməldir? Hər birimizin övladında bu və digər formada qəbul etmədiyimiz nələrsə var. Amma bir ana əgər oğlunu orada bağlayacaq qədər qəlbə sahibsə, psixoloji problemləri var. Xoşqədəm xanım, o arvadda heç psixoloji problem də yoxdur. Ona görə ki, o uşağın, o Pərvanənin atasında da heç nə yox idi. O aparıb qızını salmışdı ora. Nə oldu? Amma nə olsun, sonra demədilər ki, atanın psixoloji problemləri var. Yalandan çıxardırlar ki, psixoloji problemi var, tutulmasın. Ona görə cinayət məsuliyyətinə cəlb olunmaz. Məsuliyyətdən kənarlaşmaq üçün bu şeylər olunur. İndi bunun anasını da bəli, anlaqsız eləyərlər. Vəssalam, bu da gedər oturar evin bir küncündə. Bu Afrika ölkələrində olur. Bəlkə burada ev problemi var. Burada olur, amma yəni biz... Bu Azərbaycanda olub bu hadisə. Bəli, bu burada olub, amma ictimai qınaq var. Ağa kişi müəllim, ictimai qınaq. Yəni, biz Pərvanə olayını göstərəndə mən elə bilirdim ki, belə bir hal olmayacaq artıq. Mən o zəngi araşdırma gedənə qədər, mən inandırım sizə ki, mən o qapıya gedən ana qədər, o qapını açana qədər, o qapının arxasında o oğlanı 2 qıfılla, hər ayağında bir qıfıl görənə qədər inanmır. Mən hesab edirəm, orada bəlkə də mülk məsələsi var. Ana oğlunu salıb ora ki, elə orada soyuqda, qiyamətdə, qarda, zibil də yanındadır. Görürsünüz, zibillik yanındadır. Antisanitariya, insan nə qədər dözə bilər ona? Axır bir öləcək də, axır başına bir iş gələcək də. Orada mülklə bağlı nəsə məsələ var. O sualı indi birazdan izləyəcəyik, hazırlayır bizim əməkdaşlarımız, süjet hazırlanır, əziz tamaşaçılar. Çünki biz dünən çəkilişdən döndük geç saatlarda. Bugündəki, yenə deyirəm,
ilk verilişidir mövsümün, ona görə gərginlik vardı. Birazdan deməli verəcək bizim əməkdaşlarımız. Mən orada bir şeyi hiss etdim. Ana və ata ayrılıbdır. Mənə elə gəlir ki, o qadın o kişiyə əzab vermək üçün ayrıldığı kişini övladı ilə vurmaq üçün o oğlanı ora salıb. Mən belə başa düşürəm. Aynı bilmirəm. Kişi orada yaşamır, başqa yerdə yaşayır, amma məncə kişinin heç bunlardan xəbəri yoxdur. Mən belə başa düşürəm. Belə bir adam cinayət daşamır. Daşıyır və həbs olunmalıdır. Dəlil edəcəklər də. Həbs olunmalıdır. Anlaqsızdır, ona görə uşağın. Həbs olunmalıdır. Mən də deyirəm ki, dedim mən Pərvanənin atası üçün bəziləri məni qına obyektinə tutdu. O gələ elə Pərvanənin atası da həbs olunmalıdır. Bizim sujetimiz hazırdırsa izləyək. Hazır deyilsə mən Kaliningrad məsələsinə keçmək istəyirəm Şahin. Müzakirələr davam edəcək. Bir gram üzündə. Pərvanə olayında heç olmasa. Yox, deyil belə insanlıq yox. Burada utanırdı, etiraf eləyirdi, başını aşağı salırdı. Elə bir günə ki, məsələdəysə, ana o qədər Agresiv, bəli. Elə bir belə olmalıdır. Yox, Kəmalə xanım, mən başa düşmürəm. Uşağını 8 il saxlayacaq zəncirdə orada, sonra gəlib burada utanacaq və biz onu bağışlayacaq. Məsələ ondadır ki, Pərvanə olayında onun atası həbs olunsaydı, bugün bu qadın kimilər, Pərvanənin atası kimilər bu cinayət eləməzdir. Həbs olunmalıydı. Razıyam. Biraz sonra ikinci sujeti daha dəhşətli. Onu oradan çıxararkən, onun o görüntülər ki var əziz tamaşaçılar, ürəyi zəif olanların heç biri ekran qarşısında olmasın. Çünki çox dəhşətli görüntülər izləyəcəksiniz. Amma mən indi istəyirəm o bizim sujetimiz hazırlanana qədər mən Kaliningrad məsələsinə dönmək istəyirəm. Sahibə xanım Moskvadan bizə üst tutdu. Burada da fərqli heç nə yoxdur. Ata öz övladlarını düşmənimiz Erməniyə verir. Erməniyə verdi. Erməni yəni bu işin içində. 3 uşağın taleyi necə olacaq? Bir zapar dəlifanı qoy. Şok. Bir olaydı, amma öncə gəlin Sahibə xanımın bizə danışdıqlarını bərabər izləyək. Müzakirələr davam edəcəyiz tamaşaçılar. İzləyək. Həməm qızımı tanış olmayıb, zorla gəlib evimə girib, evimdən uşağımı qaçırdıq. Ondan sonra da götürdü, apardı Bakı adından Kaliningrada. 1 manat o xərcləmədi. Hamısını mən yığdığım pulları, qardaşlarım hamısı kömək elədi. Uşaqlara siz baxdınız? Uşaqlara mən baxdım. Orada? Hə, orada baxdım. Yekətdim. 17 yaşının içindədir biri. Biri 15 yaşının, biri də 10 yaşının. Oğlan. Uşaqlar yekəldilər onlar. Siz qaldınız qızın yanında? Qızın yanında qaldım. Sonra bu institutda iş verdi. Biyologiyanı qutardı. Onunla da xəstəliyə düçar oldu. Xərçək xəstəliyi. Qızım tələf olandan sonra uşaqlar getmirdi atasına. Ki biz getmirik. Niyə getmirdilər? Getmirdilər. İstəmirlər atalar. Ata anamızı deyir, eləmiş da, eləmiş. Amma siz də o evdə qalırdınız, axı sizin yanınıza işgəncə verirdi. Yox, aparırdı qıraqda, gəlirdi ki, ağlayır, deyirəm, nə olub, demirdi. Bəlkə onun başqa ikinci bir həyat yoldaşı var, siz bilmirmişsiniz. Erməni idi, ana. Necə yəni, erməni ilə evliydi orada? İndi onu gətirdi. Uşaqlar da ondan ötər götürdü, bana zəng elədilər, ağlaşma. Nənə, biz yetimxanaya getmək istəyirik, avukatla danışmışıq. Nənə, gəl bizi buradan sroşunu qutar. Bizə zülüm eləyirlər. Advokat tutduq, apardım, yetimxanaya qoydum. Xoşqədəm xanım, indi də erməni nəli bu işin içindədir. Uşaqları oradan alsın, anası da yaşlı adamdır. İndi arvad gəlib bunlara deyir ki, biz səni zorla bir ayrı ailəyə verməliyik, üçünüzü də. Hə, onu da uşaqlar deyib kimə verirsiniz ki, deyib Silviya. Silva deyəni bir də gördüm, götürür, zəng eləyib, ağlaşırlar ki, nənə bizi Silviya verirlər. Silva da qızın anası, qoca arvad. Onlar da deyib getmir. Deyir, əgər getməsə sizi zorla verəcəyik də,
bunlar da deyir qaçacaq. Deyir qaçacaq, aparıb dəlixanaya qoyacaq. İndi mən istəyirəm ki, kömək eləyəsiz o uşaqlar oradan çıxar. Ana təbii ki, yaralıdır. Həm gənc qızını itirib, illərlə o körpə uşaqlara baxıb, 17 il o körpə uşaqlara baxıb, öz nəvələrini atan, övladlarını atan, buraxın da nəvələri, nəvə, övladlarını atan analara baxaraq, baxın o analara. Bu ana Azərbaycandan durur, hər şeyin, işini, gücünü, evini atır, gedir Kaliningrada. Qızına, övladlarına baxması üçün. Öncə sizə təşəkkür edirəm. Mənim gözəl anam. Sizin kimi nənələr örnəkdir. Sizin kimi nənələr. Saçını o nəvələrinin yolunda ağartır. Övladlarının yox, nəvələrinin. Amma valla mən həqiqətən deyəsən ilk gün dəli olacağım, psixoloji problemlərim olacaq, kişi müəllim, Narınc Psixologiya Mərkəzini özüm gedəcəm, daha ora heç kəsi göndərməyəcəm. Mən belə başa düşürəm, həqiqətən. Erməni, mənim 17 yaşlı Azərbaycanlı qızımı atanın razılığı ilə necə himayəyə götürə bilər? O ata Xocalı kimi soyqırım yaşamayıb mı? O ata onlarla, yüzlərlə, minlərlə oğullarını itirməyib mi? Erməni gülləsinə tuş gəlməyib mi onlar? Necə sən, hansı cəsarətlə? Oğlanı da qoyuram bir kənara ki, bu mümkün deyil. Qızı necə erməniyə həvalə etmək olar? Sahibə xanım, mənə bir şeydir. Ata niyə onlara etibar eləyib? Ata hardadır? Ata oradadır, erməni qadını alıbdır, erməni qadını... Evlənib. Onunla evlənib. Ata budur, xahiş edirəm, onun əlaqə nömrəsi varmı sizdə? Yığın, Kaliningradı yığın, bağlayın. Rəsmi olaraq nikahları var və uşaqlar qızın adına keçib. Bəs kimləndir nikahı? Mənə öncə bir şey deyin. Dünən sizlə mən də görüşdüm, axşam, geç saatlarda gəlmənizə baxmayaraq. Mənim də çox sağ olun ki, siz də mənim qəbul etdiniz, efirdən öncə sizlə görüşmək istədim. Dünən geç saatlarda biz görüşmüşük bu xanımla. Mənə orada bir söz dedin. Dedim, bir yük daşıyan Azərbaycanlı var idi. Həmən erməni qadını, mənim kürəkənim zorla həmən kişinin nikahlı arvad etmək istəyirdi. Doğru mu? Rus olsun, hə. Ermənini, erməni qadını. Həmən o yük daşıyana rəsmən deməli... Mənim oğlumun fəhləsi olub orada işləyəndə. Onu da götürüb... Həmən erməni qadını, indi bərabər yaşadığı qadını. Evə görə, mənim oğlum da Moskvadadır. Onu evə görə, onu kəbin eləyir. Həmən o yük daşıyanı. Ay sağ ol. Onu da gətirib öydə saxlayır. Həmən o yük daşıyanın kəbinini, arvadı indi yaşayır sənin kürəkəninin evində. Ay sağ ol. Onun həyat yoldaşıdır. Qızımın evində, evi də erməni qadın da, qoy mən tamaşaçılar baxsın. Budur mu? O qadın budur mu? Hə, budur, bu. Adı nədir? İnqa. İnqa, həmən erməni qadın, yük daşıyanın kəbinli həyat yoldaşı. Sahibə xanımın kürəkəninin isə qeyri-rəsmi, amma dedin ki, kəbin də kəstiriblər. Nə kəbini idi? Bununla? Yox, Rusla. Hə, Rusla, hə. Yəni bu... nikahları var, bununla qeyri-rəsmi. Bununla da qeyri-rəsmi. Nə yaxşıdır? Buna bax, bir tərəfdə rəsmi nikah, bir tərəfdə nə? Yox, başa düşdüm ki, Santa Barbara izləyirəm, kişi müəllim. Deməli, bu anasının şəkli gəlsin ekrana, Şahin, ananın. Bu erməni qadındır, bu da sənin kürəkənindir. Yox, orada tək görsən. Hə, yaxşı. O qardaşlarıdır. Ananın görüntüsü. O da gəlinidir. Bu Silviya. Bu Silviyadır, hansı ki uşaqlar uşaq evindən götürülüb bunun himayəsinə veriləcək. Nənə ola-ola
bu qadına himayə veriləcək. Elə dedi. Gəl bura, gəl bura, Yox, gəl. verilibdir, yoxsa elə deyir. Bunlar biraz fərqlidir. Yox, deyib, mən indi deyirəm. Kəmalə xanım, vəkillər bu işin üstündə çalışır. Gəl bura. Mən daha doğru dedim də, bu İnqadır. Bu İnqadır, bu qardaşıdır, bu da qardaşıdır. Bu da gəlinləridir, bu bunun qızıdır. Bu da bunun oğludur. İndi uşağı İnqanın himayəsinə verir, yoxsa Silviyanın? Yox, indi gəlib çıxardıblar ki. Yox, uşağın vəkil demişdik. Buna. Silviyaya bu vermək. Silviya. Deməli, uşaqları qaçırdır bu qadın. Hara qaçırdın uşaqları? Qaçırmadım. Getdim, uşaqlar mənə zəng elədi, ağlaşdılar. Var da səs yazılmalarını deyil də, xanım, o ağlaşma səs yazılarını verə bilmirik efirə. Siz danışın. Verdim, nənə, bizi buradan qutar. Bizi Zadda erməni saxlayır, erməni gətiririk və ondan sonra hamısı gəlirlər. Biz dərs oxuyanmırıq. Özləri də gimnaziyada oxuyurlar. Bir nömrəli gimnaziyada əlaçı oxuyurlar. Siz də getdiniz Kaliningrada? Mən də getdim, bunların zadına, harayına. Getdim Kaliningrada çıxdım. Advokat tutdum. Advokat dedi ki, uşaqları oradan çıxartmaq lazım. Əla, çıxartdınız uşaqları hara gətirdiniz? Mən apardım, yetimxanadır. İntihası ora elə bil ailə evidir. Sığınacaq kimi deyək də, sığınacaq. Bəli. Qoydunuz sığınacağa. Qoydum ora, oradakilara da çox sağ olsunlar. Aydın, qoydunuz uşağı ora. Ondan sonra kürəkənin vəkil tutdu. Bir dənə vəkil, arvad vəkili tutdu. Mən tutduğumuz 2 dənə pişik vəkili. Aydındır, kürəkəniniz bir vəkil tutdu ki, uşaqları oradan çıxartsın. Ay sağ ol. Çıxardıb, aparıb versin Silviyaya, yəni qızın İnqanın anasına himayəyə. Sonra hər şey bugün səhər dəyişdi. Sizə zəng gəldi. Nə dedilər? Bizim elə bir advokatımızı, vəkilimiz, vəkilimizi bunlar yanıdılar. Həmin bunlar əl aldılar. Vəkillər. Vəkilinizi belə də vəkil olar. Kim çox pul verdisə getsin ona işləsin. Vəkili aldılar. Aldılar. Ondan sonra da uşaqları dünən sırağa günü gedib çıxardılar. Vəkilin də gedib uşaqları oradan çıxarıb aparıb veribdi atasına. O yetimxana müdürü də deyir ki, uşaq indi erməninin yanındadır, əziz tamaşaçılar. Uşaq indi ermənilərin Silviya ilə İnqanın yanındadır. 17 yaşlı bir qız. 17 yaşlı bir qız. Mən oğlanların neçə qızı var? 2 qızı, hə? Birinin 17, birinin neçə? Elə 15 yaş tamam 16-ya keçir. Bir ata əgər düşmənə mənim əsirlikdə Xocalıda, o gözünüzün önünə gəlir də o Xocalı hadisələri. Onu görən bir millətin nümayəndəsi əgər erməniyə 2 yeniyetmə qızını verirsə, vallahi mən sizə deyim ki, istəyir məhkəməyə ver məni. Mən fikrimi deyirəm. Rusiya vətəndaşıdır. Kürəkəniniz. Kürəkənim budur. Rusiya vətəndaşıdır. Rusiya vətəndaşıdır. Onlar mən bir kəlmə söz deyirəm. Sizin qızınız vəfat eləyəndə siz oradaydınız? Orada yox. Rusiyadaydınız. Rusiyada orada ölmüyor. Uşaqlara siz baxırdınız. Qızınız vəfat eləyəndən sonra niyə qayıdıb gəldiniz sala? Getdim oraya. Elə uşaqlara baxırdınız, anası vəfat eləmiş. Bir dəqiqə, Şəfqə xanım, bir dəqiqə izah etsin ki. Mən uşaqları gətirdim, ilə gəldik. Getdim 1 il, ürəyimə daş bağladım, oturdum, saxladım. Sonra gəldik, ili verdim burada. Mənim evimdə özdə vəfat edir, evimdə. Sonra uşaqları bu getdi məni prokuraturaya verdi ildən sonra. Rayon məhkəməsinə. Ondan götdü səfirliyə verdi, milisiyə verdi. Rusiya vətəndaşı. Ona görə də səfirliyə, Azərbaycan səfirliyinə Şəfiqə xanım, uşaqlar Rusiya vətəndaşıdır. Ona görə çətin. Xoşqədəm xanım, uşağın 17 yaşı var. Uşaq indi 17 yaşıdır. O vaxt 17 yaşında deyil daxil. Neçə yaşı var idi o vaxt? 3 ildə ölüb da. Uşaq 3 ildə, onda 14 yaşı var idi. Olsun uşağın 14 yaşı. 14 yaşında uşaq istəyir Rusiya olsun, istəyir xaric olsun. Öz fikrini demək hüququna malikdir. Şəfiqə xanım, orası elədir, amma o yenə də uşaq yetkinlik yaşına çatmayıbsa, atanın dediyi, uşaq öz başına Rusiya vətəndaşı gəlib Azərbaycana gələ bilməz. Orada hər
şeyi pul həll eləyir. Uşağın Niyə dediyi bunu olmalı. danırıq ki? Bir, Orada ikincisi ki, advokatlar Kəmalə pul xanım, ödəyir. Nənənin orada hüququ yox da hələ. Əgər ana ölübsə, hüquq atadadır. Nənə də uşaqları aparıb uşaq evinə qoyur. Nənə gərək advokat tutuydu orada. Və Vəkil tutdu da. Sonradan tutub da aparıb Yox, uşaq vəkil evinə tutubdu. qoyur. Elə həmən yox. Şəfiqə xanım elə həmən Bunun dəqiqə əlindən tutubdu. elə buradan alıb aparıb o. Biabırçılığı burada başlayıb. Yenə də aparam. Uşaq getmirdi. Yapışmış. Uşaqlar anlaşıb, uşaqlar Uşaq getmirdisə, uşağın öz fikri nəzərə alınır. Deyirəm. Yox, buna yaxşı vəkil Mən bilmək istəyirəm, həmən şəxsi biz Kaliningradı Yaxşı, bağlayana biləcəyik Şahin. Hoş geldin hanım. İcazə olun ben bir kere. Buyurun, buyurun ağa kişi müəllim. Bax, səhərdən danışırıq özdə. Hamısı çox dolaşıq. Bir saniyə, icazənizlə. Gəlin, baxaq şəkilə. Orada 5-6 uşaq, böyük, kiçik. Bir-birinə xoş, səmimi, yan-yana. Erməni ailəsidir bu. Bəli, Qardaşlar, dayanıblar və çox da xürrəm görünürlər. İndi siz mənə deyin görün. Reklam. Bu məsələ açılana qədər ki, gəlin bizi aparın, burada dolana bilir. Mən Akif müəllim, sualınıza cavabı icazənizlə reklamlardan sonra, çünki reklamlara ayrılmalıyıq və Kaliningradla bağlanacaq əziz tamaşaçılar. Ata nə deyəcəkdir Erməniyə öz 2 qız övladını, yeniyetmə qızlarına etibar edən ata? Reklam. Sədaqət Ermənistana aparılan qızına qovuşacaqmı? İndiyənə qədər heç kəs bilmir ki, bu harda yaşayıb. Bu araşdırma ilə bağlı Xoşqədəm Hidayət qızı niyə məhz Polşaya getdi? Bağışla məni. Polşanın paytaxtı Varşavadaydı. Emmanı övladlığa götürən erməni qadın dünyasını dəyişib. Səni axtarıramın inanılmaz araşdırması. Bir nəfər qadın bizə olanları, faktları danışacaqdır. Yəni belə, Sahibə xanım. Övladların indi erməni qadınların yanında. Mən indi bir xahiş deyiliyim də, mən buradan bütün Azərbaycan xalqına, bütün Rusiyada yaşayanlara, səlahiyyətli insanlarına burada müraciət edirəm ki, mənə köməkdarlıq eləsinlər. O uşaqları mən oradan xilas edeyim. Xilas edeyim, gətirim Moskvaya. Vətəndaşdılar. O qədər qeyrətli oğlanlarımız var Moskvada. Onlardan xahiş edirəm, hamısı vəzifədədirlər. Kömək eləsinlər. Yazıqdılar. Nə büyü kömək yola vermir, nə ata yola vermir. Ağızlarını bağlayır, qalırlar içəridə. Onun anası kişi kimi kız idi. Öz ayağının üstə duran uşağı idi. Savadlı uşağı idi. Ulan eləməyin. Bunun bir aparenti yoxdur. Ki, bəlkə bu yalandır. Bəlkə elə deyil. Bu nə tər olur bir yerdə hamısı şəkil çəkirlər. Az qalırlar öpüşsünlər. Burada heç kəs bir yerdə şəkil çəkdirməyib ağa kişi müəllim. Bu onun 3 uşağıdır. Bu da ölən qızıdır o qadının. Yox, ondan qabaqki şəkildir. Ondan qabaqki şəkil isə erməni ailəsi idi. İnga'nın ailəsi idi, anası idi, gəlinləri idi, qardaşları idi. Bax, siz bu şəkili deyirsinizsə, bu şəkilin o qadına aidiyyatı yoxdur. İnga, hansı ki erməni qadın, anası Silvia, qardaşları, gəlinləri və uşaqları. Bu qadına heç bir aidiyyatı. Bu uşaqlar onun deyil, bu uşaqlar həmin o İnga'nın qardaşı uşaqlarıdır, erməni uşaqlarıdır. Deyirəm, onun şəkilləri bizə göstərməyin mənası nədir? Oradan 2 nəfəri ayırıblar.
Orada qırmızıda biz 2 nəfəri ayırmışıq ki, uşaq kimlərin yanındadır. Kaliningradla əlaqə saxlayacağıq. Əlaqə yaradılsın. Bizə danışdın mı Şahin? Deyib vaxt verin 5 dəqiqə. Yaxşı 5 dəqiqə yox, mən ona 7 dəqiqə vaxt verirəm. 10 dəqiqə vaxt verirəm. Bağlansın görək. Ümumiyyətlə bir Azərbaycanlının bu vəziyyətdə gedib bir erməni qadını ilə bir arada yaşaması və başqasının kəbinli arvadı ilə bir yerdə yaşaması. Xoşqədəm xanım. Öz bacısı ermənini gətirir. Ermənini gətirir. Öz bacısı. Ay xanım, siz nə danışırsınız? Mən Şəfqə xanım, müzakirə davam edəcək. Bircə dəqiqə, Narınc xanım. Müzakirə davam edəcək. Qoyun, qarşı tərəfi də dinləyək. Əlbəttə. Qarşı tərəfi də dinləyək, deyib mənə bir vaxt verin, yoldadır, haradadırsa bir yerdə dayanım, yaxşı, mən də vaxt verirəm. Amma mən istəyirəm ki, biləsiniz ki, burada mən dedim axı ki, bütün sosial problemlərinizlə bağlı bizə müraciət edə bilərsiniz, xəstəliklərlə bağlı, böyrək xəstəliyinə, göz xəstəliklə, ümumiyyətlə bütün uroloji xəstəliklər olan, nə bilim, psixoloji problemləri olan, hüquqi problemləri olan, hər kəs, bütün sosial problemlərinizlə bağlı bizə müraciət edə bilərsiniz. Sezon bağlanarkən biz Qızılgülü xatırlayır tamaşaçılarımız. Türkmenistandan gəldi, bizdən kömək istədi əziz tamaşaçılar. Medera Hospitalı, nömrə 1 Medera Hospitalına mən müraciət elədim. Medera Hospitalına bizim dəyərli, xeyirxah insanlarımızın köməyi ilə Qızılgülün orada ilk əməliyyatı həyata keçdi. İlk əməliyyat həyata keçdi, uğurlu keçdi və yay boyu, bilirsiniz ki, ikinci əməliyyat da vardı. İkinci əməliyyat üçün Qızılgül bütün yay boyu reabilitasiya mərkəzində oldu. Medera Hospitalının reabilitasiya mərkəzində oldu və o reabilitasiya mərkəzində də elə bilməyin ki, rahat qoydu, onu otursun orada. Mən dedim, axı ki, bütün yay boyu çalışmışıq biz. Yay boyu bütün əməkdaşlarımız çalışıbdır. Mən istəyirəm ki, o süjetimiz ki vardı Şahin, Medera Hospitalının reabilitasiya mərkəzindən onu izləyək. Əməliyyatdan sonra kontrakturalar var idi diz oynağında, bud çanaqda, kiçik və böyük orta əzələləri bud çanaqda bərpa eləmək lazım idi. Çünki mənim məqsədim reabilitasiyada xanımın əzələ tonusunu stimulyasiya eləmək və trofikasında bərpa olunmalı idi ki, əməliyyat fəaliyyətli keçsin. Bugünkü gündə diz oynağı, sol ayağının kontrakturasının məhdudiyyəti biraz azalıb, əzələ trofikasının, bağların, oynaqların vəziyyəti normaldır. Əvvəldən heç yeriyə bilmirdim. Otururdum, kimsə də gətirsin, bir stəkan çay versin. Nə bilim, ürəm istəyəndə çölə çıxa bilmirdim, pəncərən qabağına gedə bilmirdim. Ancaq kalyaskada otururdum. İndi şükür hər şey eləyə bilirəm. İkinci əməliyyatdan sonra lap yaxşı yeriyərəm. Öz vətənimə yeriyə gedim, arzum odur. Anamı sevindirim, atamı sevindirim. Bu kömək eləyən xalqı, həkimləri sevindirim. Mənə elə gəlir ki, bu həftə əməliyyatı götürüləcək inşallah. Qızılgül deyirlər burada. Ay. Niyə gəldi? Demişdim ki, yeriyə gələcəklər. Şükürlər olsun.
Düşə biləcəksən aşağı. Gəl onunla burada otur. Necədir vəziyyət? Könül xanım məni eşidirmi? Necədir vəziyyət? Çox yaxşıyam, sağ olun. Gözün aydın, çəliksiz gəldin. Hamıyı salamlayıram. O dəmirlər var idi. Onsuz gəldin. Medera Hospitalının bütün həkim heyətini salamlayıram buradan. Xüsusilə Qaraxan müəllim, Medera Hospitalının rəhbəri. Minnətdaram sizə. Məni arzularıma çatdırdınız. Mən istəyirdim ki, Qızılgül o dəmirsiz bura gəlsin. Bugün o dəmirsiz gəldi. Və sabah Qızılgül ikinci böyük əməliyyata girir. Dua edək Qızılgül üçün. Hazırsan mı ikinci əməliyyata? Çox hazırım. O necə həvəsən, Türkmənistanda da bizi izləyirlər. Buradan salamlayaq, Türkmənistanda bizi izləyək. Danış buradan, danış. De ki, gördünüz, gəldim. İnşallah ikinci əməliyyatdan sonra yürə gəlirəm buraya. Bura yürə gəl, amma darıxırsan mı Türkmənistan üçün? Öncə sağlamlıq, sonra. Öncə sağlamlıq, sonra vətən. Yox. Anası olsaydı, hədə o kimsə, hədə olmadı. O ana deyil, öz uşağını zəncirləyən. Qoy bu ana, elə analara, elə qadınlara, analara yox, nümunə olsun. Görsünlər evladı necə şeylər. İkinci deməli, böyük əməliyyatı həyata keçiriləcəkdir. Yenə də Renat doktor əməliyyat edir, yoxsa? Yox, Ceyhun həkimdir. Ceyhun İsmailov. Ceyhun İsmailov həyata keçirəcək. İkinci böyük əməliyyatı inşallah bizim balamız, bizim Qızılgülümüz, Qızılgül ada baxay, Qızılgülümüz öz vətəninə yeriyərək gedəcək. Qızılgül, səni təbrik edirəm. Sağ olun, çox sağ olun. Demişəm, burada evləndirəcəm. Belə olmaz. Ağa kişi mənim, burada ailə qursun, burada qalsın, öz vətənində. Türkmənistan da vətənidir, orada doğulub. Anası bilirsiniz, Azərbaycanlıdır, ata Türkmən vətəndaşıdır, Türkmənistan vətəndaşıdır. Amma burada qalacaqdır Qızılgül. Qızılgülə məktub gəlmişdi, xatırlayırsınız. Yolunu gözləyənlər var, ay Qızılgül. Bu uşaqlıqdan belə olur? Yox, avtomobil qəzasına düşübdür. Vay. Amma sağ olsun xalqımız, sağ olsun millətimiz ki, bizi ümidlə gələn insanları bax belə almaçıq yola salır. Qızılgül kimi insanlara yardım edənlər, hələ neçə insanlara burada yardım edəcəksiniz. Ona görə sizlərin qarşınızda baş əyirəm. Allahım sizdən razı olsun. Rəbbim bax bu xanımın, bu Qızılgül kimi sağlamlığına qovuşan insanların duasını sizin üzərinizdə etsin. O savablar sizin olsun. Çünki sizin pulunuz olmasa, sizlər maddi yardım göstərməsən, mən və buradakılar nə qədər etsək də, nə qədər istəsək də bu qədər böyük əməliyyatlara yardım edə bilməyəcəyik. Nə yaxşı ki varsınız. Bunların hamısı ay mənə indi deyirlər. Sizin xeyr, dualı nəfəsinizdən gəlib. Harada mən birinci dəfə də eşidirəm, bura gəlmişəm. Eşidirəm ki, göz xəstəliyi, ayaq xəstəliyi, qış xəstəliyi, nə olsun, müraciət edin, kömək eləyəcək. Bu təzədir. Vallahi doğru deyirəm, təşəkkür edirəm. Sizə təşəkkür edirəm, bax. Göz qabağında. Bax, bu daha. Dedik, bax, bu da sübut. Nəyiniz çatmır deyil. Mən bizə danışın sezon finalında bütün gördüyümüz işləri bir-bir göstərdim. Hər zaman dediyim kimi, hər zaman onu göstərirdik. 2013-cü ilə qədər ki, səni axtarıramda da o şeyləri verirdim, yəni nədə hesabatları. Amma artıq belə qərara gəldim ki, hər gördüyün işin hesabatını vermək lazım. Vermək lazım. Verəcəm o hesabatı. İndi mənə deyirlər ki, Qızılgül, bir dəqiqə Medera Hospitalına təşəkkür etmədən mənim dəyərli qardaşım, ürəyim, sirdaşım, mavi gözlüm, Cahid Şahbazov deyib ki, necə yəni, xoşqədəm qoymur ora güllər gəlsin. Neynim ay Cahid bəy? Mövsüm başlanğıcını mən eləyirəm, mövsüm bağlanışı. Bir də baxdım ki, bütün deməli
verilişlərdə mövsüm açılışı, mövsüm bağlanışı. Mən də dedim ki, qoy şunsa mən fərqlənim də, bir-birinə oxşarlıq, bir rəngarənglik olsun, bir, yəni, həqiqətən yəni. Mən axırı dedim ki, istəmirəm. Rusiyadan, Xarkovdan mənim dəyərli qardaşım Ataşı buradan salamlayaq, onun ailəsini buradan salamlayıram. Gül göndəribdi, amma o gülü mən dedim ki, mən əgər o gülü çıxartsam bura, gərək onda mən bütün dünyanın müxtəlif ölkələrindən Sən Axtaramın mövsüm açılışı üçün gələn o gülləri burada qəbul edəm. O yüzden etmədim ki, fərqlilik olsun. Biraz bir, yəni yeniliklər eləsəm, mən daha başqalarını kopya eləyəcəm. Özüm eləmirəm. Heç nə eləmirəm. İndi Cahit Şahbazov mənim üçün gül göndərib. Gəlsin bura, Cahit Şahbazov. Ay Allah, yenə öz adına layiq. Yenə də öz adına layiq bu gözəl çiçəkləri. Yalnız Cahit Şahbazovun çiçəyini qəbul etdim. Niyə? Çünki Cahit Şahbazov bu verilişin bir parçasıdır. Yüzlərlə insana gözündən şəfa verən insandır. Nur verən insandır. Bax, bugün də burada bir atamız oturubdur. Təkcə o deyil. Göz xəstəliyindən əziyyət çəkən neçə nəfər oturubdur burada. Elə sabah sizi göndərirəm Cahit Şahbazovun yanına. Sonra Cahit Şahbazov baxacaq, sonra gələcəksiniz buraya. Ümumiyyətlə, göz xəstəliyindən əziyyət çəkən hər kəs. Sabahlar gəlirsiniz, qeydiyyatdan keçirsiniz. Cahit Şahbazov da ola bilsin ki, burada olacaqdı. Bugün əməliyyatları çox idi. Ona görə sabah göz xəstəliyindən əziyyət çəkənlər gəlsin. Bu çiçəklər üçün mənim dəyərli qardaşım, səni qucaqlayıram, öpürəm, o gözəl ananı öpürəm ki, mənim vətənim, millətim üçün sənin kimi dəyərli bir oğlu veribdir. Sənin kimi dəyərli bir vətəndaşı veribdir. Sizin kimi bir şəxsiyyəti veribdir. Minnətdaram sizə. Və mənim gözəl Qızılgülüm. Səni çox oturtmayacağım burada. Sabah əməliyyata gedir Qızılgül. Gəlin hər birimiz Qızılgülü alqışlayaq. Medera Hospitalını. Azərbaycanın bir nömrəli hospitalı, dünyanın və ölkənin ən məşhur həkimlərinin çalışdığı Medera Hospitalını buradan salamlayıram. Bu böyük uğurdur. Bu ayağa qalxmayan bir insanı ayağa qaldırmaq, üzünü güldürmək, yeritmək hər həkimin işi deyil. Renat doktoru və sabah ağır əməliyyata girəcək Ceyhun doktoru buradan salamlayıb uğurlar arzulayıram. Mənim Qızılgülümü bura yeriyərək göndərin. Bax, belə oturmasın. Oldu? Qalx Qızılgülə kömək edək. Anonsumuz var. Keçək anonsa bizim biraz öncə bağlanan o zəncirlə bağlanan o gənc balamız ki var idi. Süjet də hazırdır. Hər Şahin izləyək. Aylar önce bir haber aldı. Aman Allah'ım. Kaliningrada bağlanırıq, amma xəttədimi? Mən xahiş edirəm sizdən birazca aydın, birazca gözün, çünki mən məcburam Xəzər xəbərə ayrılmalıyam. Əziz tamaşaçılar, Xəzər xəbərdən sonra oğlunu zəncirləyən o qadın bu studiyaya gələcək. O cümlədən Kaliningradda erməni qadına qızlarını həvalə edən o ata bizə danışacaqdır. Bütün olanları Xəzər xəbərə baxaq. Aylar önce bir haber aldı. Aman Allah'ım. Biz süjetimiz hazırdır həmən gənclə bağlı, amma Kaliningradla bağlantımız var. Aydın bəy, xoş gördük sizi. Xəttədir yoxsa Şahin? Xahiş edirəm bağlayın. Aydın bəy xəttə olmalıdır, nəsə kəsildi.
kəsildi. Təkrar edək, təkrar xahiş edirəm bizim əməkdaşlarımızdan və ona qədər mən sponsorlarımız haqqında tez məlumatları oxuyum. Baş sponsorumuz Medera Hospital, dəyərli tamaşaçılar, bütün şöbələr Medera Hospitalında fəaliyyət göstərir. Qeyd edeyim ki, Medera Hospitalında siz istənilən probleminizin diaqnozunun tam dəqiqliyi ilə yüksək peşəkar professor, tibb elmləri namizədləri, uzman mütəxəssislər tərəfindən müayinə olub, deməli, müalicənizi davam etdirə bilərsiniz. Medera Hospitalında endoskopik mərkəz, sonra revmatoloji mərkəz, pediatrik mərkəz, plastik estetik kosmetoloji mərkəz, arıqlama mərkəzi, bariatrik mərkəz, açıq və laparoskopik cərrahiyyə mərkəzi, 3 çənə əməliyyatlarını çox belə gözəl həyata keçirirlər. Oftalmologiya, sonra, yəni bütün şöbələr Medera Hospitalında fəaliyyət göstərir. Ən önəmli odur ki, dünyanın və ölkənin ən peşəkar həkimləri Medera Hospitalında dəyərli tamaşaçılar daim yeniliklərlə qarşınıza çıxır Medera Hospitalı. Artıq qeyd edeyim ki, tam avtomatlaşdırılmış laborator analizlərin nəticəsinin tam əminliklə cavablandırılmasını istəyirsinizsə, təbii ki, Medera Hospitalına üst tutacaqsınız. Yeni gətirilmiş cihazlarla qapalı üsulla cərrahiyyə əməliyyatlarının icrası, xarici ölkələrdən dəvət olmuş həkim mütəxəssislərin dəvətlərindən yararlanan istənilən laborator qan analizlərini Almaniya və Türkiyə ölkələrinə getmədən Medera Hospitalına göndərib nəticəni əldə edə bilərsiniz. Hansı hospital seçəcəksiniz? Təbii ki, Ceyhun müəllim kimi, Renat həkim kimi qızılgülü ayağa qaldıran həkimlərin olduğu Medera Hospitalını seçəcəksiniz. Digər bir sponsorumuz, xüsusi bir sponsorumuzdur bizim Verazol qurd əleyhinə vasitə. Bilirsiniz ki, qurd xəstəlikləri çox geniş yayılıbdır və bu xəstəliklərin qarşısını almaq üçün yeganə vasitə Verazoldur. Və qeyd edeyim ki, həkimlər qurd xəstəliklərinə qarşı mübarizə tez və effektiv nəticə əldə etmək üçün Verazol preparatını sizə tövsiyə edir. Bitki tərkibli Verazol preparatı uşaqlar və böyüklər üçün qurd xəstəliklərinə qarşı effektiv vasitə olmaqla yanaşı, öd qovucu, iltihab əleyhinə və deməli antiseptik təsirlərə də malikdir. Uşaqlar üçün sirop görürsünüz əlimdədir. Sirop, bu isə tabletlər böyüklər üçün Respublikamızın bütün apteklərində satılır. Əziz tamaşaçılar, mən əminliklə altını cızaraq deyirəm ki, Verazol qurd əleyhinə ən effektiv vasitədir. Xüsusilə də uşaqlarda belə bir xəstəlik varsa dərhal müalicə edin. Çünki uşaqlarda gələcək çox ciddi xəstəliklərə fəsadı yarada bilər və deməli qurd xəstəlikləri Verazolu seçəcəksiniz. Respublikamızın bütün apteklərində var. Digər bir sponsorumuzu mən istəyirəm, bizim yeni sponsorumuzdur. Selenium apteki izləyək. Bir zamanda bütün kollektivlə hazırlaşırdıq ki, açılışlarımızı edəyək. Artıq neçə zamandır bizim işlədiyimiz Avropa zavodları var. Azərbaycanda nümayəndəliyi olan Solifarmanın rəsmi nümayəndəsi Sistifarımdır. Dərman vasitələrimiz demək olar ki, Avropadan və yüksək keyfiyyətli sertifikatdan keçmiş preparatların satışı ilə təmin olacaq selenium aptekləri. Solifarmanın Azərbaycandakı nümayəndəsi Yuris Ozlosdur. Selifarma şirkətinin əsas məqsədi Azərbaycan bazarına və Azərbaycan alıcılarına keyfiyyətli məhsul təqdim etməkdir. Selifarma şirkətinin bütün zavodları GMP keyfiyyətinə uyğun olaraq çalışırlar. Latviyada, Almaniyada, İspaniyada zavodlarımız fəaliyyət göstərir. Aptek şəbəkələrimizin özəlliyi nədən ibarət olacaq? Birbaşa olaraq bizim aptek şəbəkələri üçün yəni Avropa ölkələrindən, yəni distributor olaraq dərmanlar çatdırılacaq. Yəni siz artıq müxtəlif yerlərdə gedib keyfiyyətli dərman vasitələri axtarmaq məcburiyyətində qalmayacaqsınız. Selenium apteklərinə müraciət etməklə artıq həm keyfiyyətli, Avropa keyfiyyətli, həm 7 cür sertifikatla, dünyanın ən məşhur beynəlxalq sertifikatları ilə yəni təmin olunmuş dərman preparatlarını, vasitələrini əldə edə biləcəksiniz. Nəfəs almanın rahatlığını təmin edən plavronxa, quru və bəğəmli öskürəklərdə, ağız boşluğu mikroflorasının pozulması ilə əlaqədar virus mənşəli öskürəklərdə, timus mənşəli öskürəklərdə, allergik mənşəli öskürəklərdə istifadə olunur. Mən
mən də bugünkü açılışda bir şeyə şahid oldum ki, Avropanın ən keyfiyyətli, mən ən deyirəm əziz tamaşaçılar, yəni həqiqətən də ən keyfiyyətli preparatları burada olacaqdır. Bir xanımlar üçün də ən çox nədir? Özünə yaxşı baxmaq da, üzə qulluqdur. Nə baxdım, burada kosmetik vasitələri də görəndə Fransanın, Almaniyanın ən keyfiyyətli markaları burada gördüm, çox sevindim. Bu aptek digər apteklərdən fərqlənəcək. Evdən artıq sizdə əgər nəsə lazımdırsa aptekdən, Ulduz 1133-ə zəng edəcəksiniz, sifariş verəcəksiniz, pulsuz çatdırılma. Düzdür, bəlkə daha öncələr də bu xidmət olubdu, amma mən inanıram ki, bu xidməti məhz Elnara xanım rəhbərlik etdiyi, bax bu apteklər şəbəkəsi ki olacaqdır, var hal-hazırda. Bu daha belə deyək, yüksək səviyyədə həyata keçirəcəkdir. Heç xəstələnməyək, bizə dərmana ehtiyacımız olmasın, amma dərmana ehtiyac olanda da keyfiyyətsiz dərmanlar. Qeyd edeyim ki, Selenium apteklər şəbəkəsində inanılmaz Almaniyanın, yəni dünyanın ən məşhur deməli tibbi o avadanlıqlar ki var ki, sizlər istifadə, kosmetik vasitələr, dərmanlar. Bugün də mən indi vaxtımız çox azdır. Mən bu dərmanların təqdimatını veriliş boyu zamanımız olduqca sizə təqdim edəcəyəm. Ancaq qeyd edeyim ki, qaynar xətti Ulduz 113333 Selenium apteklər şəbəkəsi digər apteklərdən fərqlənir. Ən keyfiyyətli dərman preparatları oradadır. Almaniyanın və Avropanın dərmanları, əziz tamaşaçılar, gedə bilərsiniz. Digər bir sponsorumuz İmperial Tikinti İnşaat Bazarı. İş adamları və inşaatla məşğul olan biznesmenlər diqqətlə mənə qulaq asın. İmperial İnşaat Malları Bazarı xidmətinizdədir. İnşaatla bağlı bütün brendlər bir məkanda yerləşibdir. Yəni, istəniz evin təmiri üçün nə lazımdır sizə? Hər şey bir məkandadır. İmperial Tikinti İnşaat Bazarındadır. Gözəl, keyfiyyətli, eyni zamanda cibinizə uyğun. Siz də burada yerinizi almağa tələsirsiniz. Dərnəgürdə yerləşən möhtəşəm İmperial İnşaat Bazarına bütün brendlər yerlərini almağa başlayıbdır. Artıq, yəni, məsələn, orada öz gətirdiyiniz xaricdən, Türkiyədən gətirdiyiniz tikinti məhsulları ki var, onları istəyirsinizsə ki, əgər həmən bazarda olsun, həmən bazarda sizin də dükanlarınız, sizin də yeriniz olsun, elə bax bu dəqiqə İmperial Tikinti İnşaat Bazarına müraciət edin, siz də öz yerinizi alın və qeyd edeyim ki, bütün şəraitlərlə təchiz olunmuş İmperial Tikinti İnşaat Bazarında kim yer aldısa özünə uduzmadı. Çünki bütün brendlər hamısı artıq bir məkanda yerləşəcəkdir. O da İmperial Tikinti İnşaat Bazarında. Digər bir sponsorumuz bizim, mən baxıram burada startumlarını görürəm. Mən startumlarını görürəm burada. Hamımızın sevimlisi, evimizin sevimlisi startumları. Tərtər rayonunda yetişdirilir, burada qablaşdırılır, yerli məhsuldur. Əziz tamaşaçılar, mən yerli məhsullara xüsusi önəm verirəm. Ekoloji təmizdir, seçmədir, müxtəlif çəkilərdə qablaşdırılır. Startumların özünə məxsus özəlliyi odur ki, xaricdən gətirilmiş xüsusi avadanlıqlarda əl dəymədən havada qovrulur və əl dəymədən qablaşdırılır. Uduşludur, uduşlarda yalnız pul olur. Ay, mən də pul qazanmaq istəyirəm. Neyiniyim, mən indi açsam görəsən Şahin, burada var mı uduş nəsə? Startumlara sadəcə asudə vaxt əyləncəli keçirmə vasitəsi deyil, eyni zamanda sağlamlığınız üçün gərəklidir. Mədə qıcqırması, həzm prosesini problemlərində, o həzm prosesi problemləriniz var, onda köməyinizə də çatacaqdır. Sadəcə bir dəfə dadına baxmaq kifayətdir, əziz tamaşaçılar. Startumları bütün marketlərdə var, dadlıdır, ləzzətlidir, əsas odur, ekoloji təmizdir, keyfiyyətlidir və ən əsası öz məhsulumuz. Həmişə öz məhsullarımızı alın, əziz tamaşaçılar. Hər zaman öz məhsullarımızı alın. Digər bizim sponsorumuz var idi, Şahin yoxsa mən, yəni Edel Mebel. Evimizi gözəl görmək istəyiriksə, komfort, rahat mebellər, yumşaq mebellər, qonaq otağı, yataq otağı, uşaq otağı. Bax, deyim ki, hamısı Edel Mebeldə var. Xüsusilə də evini yeniləyənlər, yeni ailə qurmaq istəyənlər, mağaza gəzməyəcəksiniz, köhnə mebellər almağa artıq ehtiyac yoxdur. Azərbaycanda ən böyük mebel mərkəzi Edel Mebel artıq ixtiyarınızdadır.
adlı 6 mərtəbə 40 tanınmış firma Edel Mebel mərkəzi 1000-ə yaxın yepyeni və hər büdcəyə uyğun qonaq, yataq, yumşaq, gənc otaq və mətbəx mebelləri ilə sizlərin ixtiyarınızdadır. Mənə elə gəlir ki, xoşbəxt ailə yalnız Edel Mebellə ola bilər, çox gözəldir. Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşir. Əlaqə nömrələrini xatırladım. 012 555 1101 055 105 23 23. Əziz tamaşaçılar, o gözəl mebelləri 1000-dən artıq yepyeni, yəni 2017-ci ilin modellərini almaq istəyirsinizsə, ucuz və keyfiyyətli, zövqlü, əsasda odur zövqlü Edel Mebelə tələsin. Və mən təşəkkür edeyim, çünki bizim artıq qonaqlarımız gəlməyə başlayır. Mənim dəyərli şahinim Askar Otelə, Ariva Otelə ki, bizim gələn qonaqlarımız yerləşəcəkdir. Artıq çox qonaqlarımız, həm sən axtarıram, həm bizə danış üçün gələnlər, sosial problemləri, axtarışlarla bağlı gələnlər olacaqdır. O şəxsləri rahatlıqla öz otellərində yerləşdirən Askar və Ariva Otelə özlərin minnətdarlığımı bildirirəm. Baxıram, tamaşaçılar da söz demək istəyir, axtarışları olanlar var. Yaxınlaşacağım sizə, amma indi Kaliningradla bağlanırıq. Aydın, Aydın, xoş gördük sizi. Hoş gördük, hoş geldin. Aydın bəy, uşaqlar yanınızdadırmı? Bəli, evdədir. Evdədir. Öncə sizə deyim, etik qaydaları gözləyək, çünki ekran qarşısında bizə analarımız, bacılarımız baxır. Siz də canlı yayımdasınız hal-hazırda. Qaynananız Sahibə xanım buradadır. Eşitdiyimə görə, maşallah, maşallah, yəni bir erməni qadını gətirmişsiniz evinizə. Xoşqədəm xanım, siz bilirsiniz ki, mən sizin verilişinizə və sizə çox hörmətlə yanaşıram. O aydındır. Sizin mənə hörmətiniz, mən də sizə hörmət edirəm, amma sizə bir sual verim. Siz təmiz bir Azərbaycanlısınızmı? Mən onu öncə o sualıma cavab verin. Təmiz Azərbaycanlısınız. Bəli, mən təmiz Azərbaycanlıyam. İndi yaxşı, təmiz bir Azərbaycanlı Xocalı soyqırımını yaşayan bir millətin nümayəndəsi. İnqa, Silviya, nə bilim, onlara öz 15-17 yaşlı qızını necə etibar eləyir? Nənəyə etibar eləmir? Xoşqədəm xanım, bilmədiyiniz şeyi danışmayın. Mən sizin qızların səsini eşitmişəm. WhatsApp-da yazışmaları, mən hal-hazırda, xahiş edirəm, mən biraz öncə vermək istəmirdim. O WhatsApp yazışmaları atılıbdır, bizim sən axtarır, amma xahiş edirəm Elbrusdan dərhal istəyin, o qızların səsini efirə verək. Mən onu vermək istəmirdim efirə. Amma siz deyirsinizsə ki, bilmədiyim şeyi danışıram, mən onu sübut eləyəcəyəm sizə ki, bilmədiyim deyil, sizin qızların, uşaqların göz yaşı ilə nənəsinə müraciəti bizim əlimizdədir. Buyurun indi. Buyurun Aydın bəy. Mən eşidirəm, qoy görüm nə yazılar. Biz sizi eşidirik. Siz bilmədiyiniz çox şeylər var ki, onun nənəsi 13 il mənim yanımda qalıb. Aha. O uşaqları da ki, mənə qarşı hazırlayıbdır. Gəlib uşaqları öyrədib, hansı nənə apar uşaqları diktoma qoyar. Mən Aydın bəy, belə bir söz deyim sizə. Yəni siz mənim qaynananızla sizin münasibətinizin mənə aidiyyatı yoxdur. Mən deyirəm, 15-17 yaşlı qızlarınızı necə Silviyaya, İnqaya etibar edə bilirsiniz? Sizin qızınızı, gəlininizi öldürtdürən bir millətin qadınına. Xoşqədəm xanım, mən uşaqlarımı heç bir adama etibar eləməmişəm, o cümlədən də qaynanəsinə nə erməniyəm. Mənim evlatlarıma mənim özüm baxıram, bir də mənim bacım. Bəs niyə vəkil deyil ki? Uşaqlarım da evimdədir, bacım da və bacım oğlu da mənim yanımda, mənim uşaqlarıma baxırım. Heç bir Silviya, heç bir İnqa elə bir şey yoxdur. Siz yəni Silviyanı tanımırsınız mı? Tanıyıram. Siz İnqa ilə qeyri-rəsmi bir yerdə yaşamırsınız mı? Xeyr. Xeyr, onu dəqiqləşdirin, sonra deyin. O arvad oraya çıxmana Aydın bəy, Aydın bəy, siz, Aydın bəy.
Aydın Bey, siz bilirsiniz de, özünüz dediniz ki, mənim verilişimə hörmətiniz var. Mən də əlimdə zərrə qədər fakt olmadan heç nə danışmıram. Kaliningradda da sən axtaramın könüllü üzvlərinin olduğunu bilirsən və bilirsiniz ki, ən yaxşı sən axtaramın çalışdığı şəhərlərdən biridir Kaliningrad. Sizcə mən elə nənənin sözü ilə deyirəm sizə Inga Silvia? Bəli. Yaxşı. Onda belə eləyək də, Inga və Silviyanı atır. Uşağı niyə nənədən ayırırsan? Verin də uşağı nənəyə. Çünki nənə... Əgər mən Inga və Silviyanı sizə sübut eləsəm, siz o uşaqları nənəyə verəcəksiniz, yoxsa yox? Nənə başdaşı qoydurmuşam. Əlimdə əsas var ki, onun qızını... Siz həyat yoldaşınız bastırılarkən bu qadın özü, onun yasını belə bu qadın verib. Yetər Allah eşqinə, yalan danışmayın. Başdaşını düzün eləmişəm. Yalan danışmayın Allah eşqinə. Bu qadın özü eləyib hamısını araşdırmışıq biz. Mən bu qadının sözü ilə fikir demirəm sizə. Araşdırmışıq bu məsələni. Xoşqədəm xanım göydə Allah var, elə danışmayın. Allah var, düz deyirsiniz. Allah var, düz deyirsiniz. Düz deyirsiniz. Var. Allah var. O uşaqların da Allahı var. Çox doğru vurğuladınız Kəmalə xanım. Yaxşı, siz deyirsiniz ki, Silviya ilə Inga yoxdur orada, hə? Qonşulardan soruşsunlar. Mən heç bir erməni Aydın. uşağımı vermərəm. O cümləndən də elə nənəyə. Nənəyə verməzsən 13 il baxan nənəyə, hə? Yox, sahibə xan nənəyə. Bura çıxan nənəyə, hə? Bəli. Niyə bura, bəs yadigarı balasının gənc qızı dünyasını dəyişibdi. Onun yadigarını sənə mi, Silviyaya mı etibar eləyəcəkdi, yoxsa Ingaya mı? Silviyaya, nə Silvanı mən buraya qatmayın, onun məni kimi dağ kimi atası var. Həftə o uşaqların hər birini dəkin. Bizim çəkiliş qrupumuz... Hər bir ali təhsilini elif də... Aydın Bəy, məni dinləyin. Çəkiliş qrupumuz Kaliningrada gəlir. Problemdir. Çəkiliş qrupumuz Kaliningrada gəlir. Hətta araşdırmalar da aparıb Silviyanın qızı Inga ilə də bir yerdə yaşayırsınız. O 2 otaqlı evdə. Onlar sizin ev... 2 otağınız var, eləmi? Mən bilmirəm sizin 2 otağınız var. Çox yalan məlumatlarınız var. Mənim evimdə bacım yaşayır. Bacım oğlu, bir də uşaqlarım bir də mən. Sizin evinizdə bacınızdır. Erməni ailəsidir, bir də 3 dənə uşaqdır. Mən də sizə bunu deyirəm. Mən sizdən xahiş edirəm, biz bu məsələni araşdırırıq. Bu məsələni, o uşaqlar sizdə qala bilməz. Birinci ona görə ki, uşaq seçim haqqına malikdir. 14, biri 15, biri 17 yaşındadır. Hətta 10 yaşından sonra da Rusiyada da belədir, Azərbaycanda da belədir. Fikir nəzərə alınır. Ona görə araşdırmalarımız var. Sizə sübut eləyəcəyik ki, Silviya ilə harada, necə oturursan, Inga ilə hamısını sizə sübut eləyəcəyik. Hələlik sizə reklamlar. Aylar önce bir haber aldı. Aman Allah'ım. Aydın imtina edir Sahibə xanım, amma təbii ki Azərbaycan xalqına, Rusiyada yaşayan namuslu, qeyrətli oğullara, belə oğullara yox, namuslu, qeyrətli oğullardan mən xahiş eləyirəm, bana köməkdarlıq eləsinlər, o uşaqları mən o ermənilərin əlindən alım. Tək dərdli siz deyilsiniz, bir Sədaqət xanım oturub burada, gəl bura, gəl Sədaqət xanım, gəl. Ata öz uşağını Ermənistana göndəribdi. Ermənistana. 80-ci illərdə samaşaşlar, anonsumuz var. Keç otur, anonsumuz. Fəqət Ermənistana aparılan qızına qovuşacaqmı? İndiyənə qədər heç kəs bilmir ki, bu harada yaşayıb. Bu araşdırma ilə bağlı Xoşqədəm İdayət qızı niyə məhz Polşaya getdi?
Bağışla məni. Polşanın paytaxtı Varşavadayım. Emmanı övladlığa götürən erməni qadın dünyasını dəyişib. Səni axtarıramın inanılmaz araşdırması. Bir nəfər qadın bizə olanları, faktları danışacaqdır. Sədaqət xanımın da qızı atası tərəfindən körpə balası əlindən alınır əziz tamaşaçılar. Bir erməni qadına verir, həmən erməni qadın da uşağı götürür Ermənistana gedir. İllər sonra, neçə il keçir işin üstündən? Sədaqət xanım mikrofonu alın. Neçə il? 35 il. 35 ildən sonra əziz tamaşaçılar, səni axtarıram. Bu ilginc, dəhşətli, faciəli olayın araşdırmasına çıxdı. Polşa, Ukrayna və haralarda oldu? Sədaqət xanım, qızınızla bağlı xəbərim var. 20 çıxanda xoş xəbər dinləmə. Xoş xəbər mi deyim? Amma sahibə xanımın dərdi daha ağırdır. O öz qızına qovuşmayacaq. O qızını itirib əziz tamaşaçılar. Sadəcə qızının qalan 3 yadigarına, 13 il baxdığı körpələrə, nəvələrini erməni əlinə verilməməsi üçün mücadilə aparır. Ona görə də mən Rusiyadakı bizim səfirimiz, cənab Polad Bülbüloğlu'na müraciət edirəm buradan. Xahiş edirəm bu işdə bizə kömək edin. O uşaqlar o atanın əlindən alınmalıdır. Əlimizdə faktlar var. Erməni Silviyaya və birlikdə yaşadığı İnqayın himayəsinə vermək üçün o kişi hansı addımlar atır? Polad müəllim, siz bilirsiniz mən nə deyirəm. Siz Şuşanı itirmişsiniz. Siz Azərbaycanın dəyərli ziyalısı, dəyərli insanısınız. Bu dəqiqə mənim ürəyim ağrıyır. Bu dəqiqə mənim ürəyim qan ağlayır. Mənim şəhid vermişəm, mənim nəslim şəhid verib. Mən millət olaraq şəhidlər vermişəm. O şəhidləri bizə, o göz yaşlarını yaşadan, o torpağı alan bir millətin nümayəndəsi erməniyə, mənim qız övladlarımı verməyə izin verməyin. Sadəcə bunu xahiş edirəm sizdən. Mən bilirəm, siz sakit olun, araşdırmalarımız gedir. Yaxınlarını axtaranlar buradadır, hər kəs bilsin, daim səni axtarırama gəlirsiniz, çünki artıq sizin də ürəyinizcə oldu. Gecələri yollarda qalmayacaqsınız, mənim dəyərlilərim. Artıq sizə hər gün səni axtarıramda müraciətlərinizlə bağlı xəbərlər verəcək. Problemi olan insanlar var, orada mənim atam əyləşib Cahit Şahbazov üçün gəlibdir. Sabahları gedirsiniz Cahit Şahbazovun yanına, sizi gözləyir. Bundan əlavə göz problemləri olanlar sabah da gələ bilər. Burada, gəlin bura. Gəlin, gəlin. Amma Şahin üz görsənməsin, xahiş edirəm. Gəlin bura. Bir qadın var. Mən həmişə qadınların tərəfində olmuşam. İndi də müraciət eləyirəm bütün ekspertlərimizə. Buyurun, keçin istədiyiniz yerdə əyləşin. Ekspertlərimizdən xahiş edirəm. Biz əzilən, səhv etməyə məcbur edilən qadınların tərəfində olaq. Onların tərəfində olaq. Niyə mən deyirəm ki, ancaq mütəxəssisləri burada görmək istəyirəm. Ancaq peşəkarları burada görmək istəyirəm. İlahə xanım məcbur olub övladını atıbdı. Məcbur olub əziz tamaşaçılar. 3 dəfə körpəsinin arxasınca gedibdi. Göz yaşları töküb. Amma nə fayda? Bugün illər öncə, neçə il əvvəl idi bu hadisə olub? Neçə ildir? 17 ildən sonra balasına qovuşmaq istəyir. Xallı bir qızım vardı. Mingəçevirdə köhnə bir yanacaq dondurma məntəqəsinin yanına doğulan kimi atdığım, gözəl, qara gözlü, qara qaşlı, üzündə xalı olan, qara xalı olan qızımı axtarıram deyir, gəlir. Mən xahiş edirəm Kəmalə xanım, mən açmadıq deyə məsələni, ona görə açılanda siz görəcəksiniz ki, niyə mən belə deyirəm, ona görə bunun üzərində qalmayacaq. Səidə xanım, kimdir? Burada bir xanım da vardı, gəl bura, gəl. Ana var, övladın atır. Yad bir qadın, dayəli etdiyi, xəstə bir körpə üçün sən axtarama müraciət edir ki, qohumlar onu arzu olunmaz uşaq kimi aparıb atıblar xəstəxanaya.
Xahiş edirəm, o uşağı alıb baxmam üçün mənə yardım edin. Alqışlayaq bu qadını. Əhsən belə qadınlara. Talelər çoxdur, müzakirələr olacaq, əziz tamaşaçılar. Amma mən xəstəliklərlə bağlı gələnlər də var, bilirəm. Xahiş edirəm, bugün məndə qüsur görməyin. İlk gündür, çatdıra bilmirəm. Xahiş edirəm, bugün kimə söz vermədimsə, bilin ki, sabahdan bütün bunlar belə olmayacaqdır. Problemləriniz, bütün problemlərinizlə bağlı burada danışacaqsınız. Vaxtımız da çoxdur, 3 saata yaxın bir vaxtdır. Amma indi, İlahə xanım və Səidə xanım, sabah burada olacaqsınız. Mən hər zaman qadınların tərəfindəyəm. Qadınları qorumaq lazımdır ki, o biriləri də səhv etməsin. İlahə xanım istənilmədən, istəmədən bir qadın tərəfindən aldadılaraq, baxın, burada 3 uşağını erməniyə verən bir kişi var. Bəzi kişilərin günahı ucbatından ağa kişi müəllim. Bizim qadınlarımız çox böyük əzablar çəkir. Və nədənsə içi xoşqədəm qarışıq olmaq da, bəzən biz kişilərin günahını qoyuruq kənara, düşürük yazıq qadınların üstünə, dön ki, döyəsən. Axı, hansı qadın isti yuvasını atar ki? Axı, hansı qadın aldanmaq istəyər ki? Axı, hansı qadın balasından imtina edə bilər ki? Hə, deyəcəksiniz ki, o zəncirləyən qadın, bəli, o ana deyil. Amma İlahə xanım anadır. Niyə? Çünki izləyəcəksiniz, süjeti izləyəcəksiniz. Amma öncə mən istəyirəm. Doldurma yerinə niyə ölümünə tərk Siz bilmirsiniz hadisəni. Narınc xanım, siz hadisəni bilmirsiniz. Ona görə süjetə baxmadan fikir yürütməyək. Gəlin, bax, biraz öncə ağa kişi müəllim dedi ki, mən inanmıram o məsələyə. Aydın çıxsın, danışsın, inanım. Bizim həmişə bəzən səhv etdiyimiz bir məqam olur ki, biz qarşı tərəfi dinləmədən o biri tərəfin üstünə gedirik. Olmaz. Nə lazımdır, biz köməkdarlıq eləyək, səsimizi verək. Bax, and olsun Allah. Gəlin belə eləyək. Mən sizə inanıram. Sabah Sədaqət xanım, burada olun. Niyə? Sizin illər sonra Ermənistana göndərilən qızınız Sənaxtaramın araşdırma qrupu tərəfindən tapıldı, əziz tamaşaçılar. O böyük sir 35 ildən sonra Sənaxtaramda açılacaq. Hələliksə, dünən məni dəhşətə gətirən və sizləri dəhşətə gətirəcək o dəhşətli səhnələri istəyirəm izləyək. Ürəyi zəif olanlar ekran qarşısında olmayın. İzləyək. Aylar öncə bir xəbər aldıq. Məlum oldu ki, bizə yazılan o məktubda deyilənlər hər biri doğrudur. İbadət adlı bir şəxs var. Toyuq hinində saxlanılır. Ana onu 20 ildir ayaqlarını zəncirləyərək saxlayır. Xoş gördük. Oğlunuz var dedilər, bizə məlumat veribdilər. Hə, nə olub şimdi? Xəstə də dedilər. Gəl görüm necədir vəziyyət. Gəl. Gətirin bura bax. Ha, burada qoy gətirsin də, yox, qoy gətirsin bura. Sən otur orada, bacım. Mən bir baxım da. Baxma, burada gör, uşaq daldadır, indi baxacaq. Dur, burada gətirirəm uşağı bura, bax da uşağı. Bağlamışam, onu gedir də, başa düşmürsən, mən deyənə. Harına bağlamışsan, gəl göstərin ora. Gəl, gedək də, gəl. Nəyinə baxıram, da? Ona mən baxım. Bu arada bağlamısan da. Aman Allah'ım, aman Allah'ım. Sonra necə zincirdə saxlamısınız? O gəzir eləyir. Sax, indi sən zincirə vurmuşsan, onun ayaqlarındakı zincirə bax. Hə, yana, hə, yeri keç ora, gətirirəm ora, baxırsan orada. Aç. Get dur orada, gətirirəm orada. Adam görür, qorxur axı başına. Qorxmur, mən onunla danışdım, o qorxmur. İbadət, məndən qorxursan? Qorxmuram. Mən əsəb keçirəm. Qıfılladın da.
gələcək. O ana bu studiyaya gələcək.